Bugünkü yeməyimiz balqabaq supu, Alman mətbəxinə aid olan balqabaq krem sup, gördüyümüz kimi. Servisini balqabağın özünü hazırlayacağıq qab olaraq. Bunun tərkibinin hazırlanması, karamelizə edərək peşdə öncə, ondan sonra blender edib, stok əlavə edərək hazırlayırıq. Tam qışlıq supdur. Bu da bizim Alman mətbəxinin Alman usulü köftəsidir. Bu da beşamələ bənzər, ona yaxın bir sosla servis olunur. İndi supumuzu çəkək. Balqabağımız biraz balaca idi, biraz daha böyük balqabaqda, daha gözəl balqabaqdan şey deyə bilərik. Orada nə qaşıq verir mənə, balaca qaşıq. Dekor olaraq da balqabağın, həmin balqabağın öz çərtliyini qovururuq. Dekor olaraq istifadə edirik. Və təbii ki də balqabaq çox şirin məhsuldur. Və bunun tərkibində turş məhsullar da girir. Bu şirinlə turşu dəngələmək üçün də təbii ki də nə lazım olur bizə? Qaymaq lazım olur. Biraz daha yumuşatmaq üçün. Nə çox şirin olsun, nə çox turş olsun. Çünki biz bunu turş məhsullarla pişiririk. Bu şekilde servis edeyim. Biraz dağıda bilmədik, amma olsun. Əsas ki, məqsədimizə uyduq. Və biraz göyərti verin mənə, tamam.